Qalacağımız evə çatdıq. Mükəmməl kod yığacaq. Kod yığarsan. Çox qəşəngdir bu. Get kod. 3 dənə lockbox tapmalıyıq, içindədir. Açarıq. Amma biz heç kim görmürük burada. Elə bil oyun oynuyoruz. Buradan açarıq. İlkəli qazandım, mən tapamadım. Mənim sumkamı fransızların yanında qoydu. Çıxdı ki, rahat oğurluq eləsinlər. İndi deyir, heç eləməyəcək öyle. Mən onlara hədiyyəm. Hə, sağ ol. Onunla hep təşən qalxırıq, nədir? Parka qalxmaq istəyir. Atraq da, nə olar? Allah razı olsun. Gedirik Eyfel qülləsinə. Ülkər aparır. Dinor eləməyə, sonra da Eyfelini başlayır. Küçəmizdir. Bu da Ülkərdir, qırmızı baş. İç sifət. İsti olan kimi belə oldu. Böyle bir stationımız var. 6 dəqiqəyə də gəlirmiş. Nə deymişlər? Uşaq vaxt demişə bunlara baxmadım və yoxlamaq istəyirdim. Ama yoxladım, gördüm, çox maraqsızdır. İçeride vlog çəkir bu arada bu dostlar. Bilmirəm o public eləyəcək ya yox. Özümü buraxsam. Atma. Parisin qatar sistemidir, metro. Və 4 hissədən ibarət, yəni 4 mərtəbədən ibarətdir, hətta 5 deyəsən. 4 hissədən ibarət idi, 5. İlkərin balasına baxın. Tanımır. Tanımayı. Aslında niye babanı bağlıyorsun? Niye balan? Tanı desən. Zorla məcbur eləşsən. Uy yolum, moysyon. Bence ne renkli? Mavi, pinkli. Qatar dəyişdi. Adım çok renkli. Come coraggio, como se Ve bir yere geldi Amazon yanında. Çok qəşəng, beğendim. Bye. Yeməklərimiz gəldi. Eyni şey sipariş eləmişik. Yedi dəhşət adlıydı. Avropada indiyə qədər yedik. Yəni gəzdik. Mən Kanda, Polşada, sonra hara getmişəm? Monakda yeməmişəm. Yəni bu qədər dadlı yemək yemək. Aa, çəkmirmişəm, nə bayaqda? Nə o? Çox qəşəngdir. Happy. Bunda həyatım. Çəkdirməyə yer axtarıq, amma o qədər insan var ki, çəkdirə bilmədik. Sonda çox belə qarışıqlar çıxır, şəkil alır. İngil başqa çiçəyə gedirik. Geldi şəkil çəkdirdi. Bu da çoxlu. Amma sonda insanlar olduğu için biraz istədiyim kimi alınmadı. Hava hal-hazırda gürültülüdür. Kanal bırakmış. Yəni, şimşək çatırır. İlkər çox xoşbəxtdir havanın belə olduğu üçün. Şey tapsaq, I love Paris. O tişört mən də. Ya, oyda view çox. Çəkir sən burada. Uşaqlar evə qayıdırıq. Dəhşət yorğunuq. Bugün demək olar ki, bir dənə Eyfel qabağına gedib gəlmişik. Amma 14 minə yaxın addım atmışıq.
saat, yəni Fransa saatı ilə 5-in yarısından oyanır. Hətta İlker yatmayıb. Təşəkkür etsəm. Çox qəşəng. Yağış yağmaya başladı. My kitty, my kitty. Bonjour, my guys. Yeah, look at her. Ne gündədir, ay Allah, bunu tərifləyə bilmirəm mən. Nəysə, hə, gedirik zavtraq eləməyə. Evin yanında. Deməli, gəldik, belə bir yerdə oturduq. Mən özümə waffle sac sifariş elədim. İlker özünə French toastla ice matcha latte. Mən də içməyə təbii ki americano, çünki mən belə hörmətsiz matcha falan. Just kidding. Zarfa dedim bu arada, sadəcə məsələ. İlker'in French tostu. C'est quoi la question? C'est quoi la question du fond derrière? Hə, bilirəm da, tanıyıram da. C'est quoi le lien? Bu da mənimki. Yedi içdik, gedirik indi Masurdan. Metroya minib. Neçə stansiyada görək. Arka görəcək. Gəldi arkan qarşısı. Çox qəşəng. Bilirəm ki, o pişik kimi bax mənə. Düz bax. Yəni Notre-Dame'dakı sıra həyatımda gördüyüm ən uzun sıradır. Bilmirəm bu insanlar günün altında necə gözləyirlər, amma dəyə bilmirəm. Nəysə də çox belə məyus olduq. Gedirik indi. İlkerlə maç içməyə. Yorulduq çünki çox gəzdik bura gəlmək üçün. Heç girə bilmədik. Yəni, məncə heç kəs o sırada durmamalıdır günün altında. Elgin demiş. Cəmaət bu sırada dura-dura deyəsən gün bunlardan ölür. Çox isinir hava get-gedə. Risklidir o boyda sırada dayanmaq. Burada nəsə yeni bir tikli yavaşdırırlar. Neydi bu tikli? Təzə şey bilmirəm. Təzə nəsə bir tikli bunu deyərəm. Yox, çox qəşəng. İlker mənə belə kart aldı. Belə bir yerə gəldik. Əslində maç içməyə gedəcəkdik. Prosta orada dəhşət sıra olduğu üçün gedə bilmədik. Tequila Sunrise içirəm. Sərinləməyə başqa bu qiymətə normal şiki yoxdur. Çünki 11 eurodur. Lies Petit Müzeyinə gəldik. Girək sonra, biləm burada girmək mümkün olmaz. Girəcəyik. Dazdır. Çox qəşəng. Burası ağzı çıktıqdan belə. Çox əsərin ingilis dilində məlumatı yoxdur. Bu çox pis bir şeydir əslində. Bəzilərində var, bəzilərində yoxdur. Məcbur oluram girib translate edin. Əslində çox vaxt alan bir şeydir. Orada
Çok təsirli bir hikayədir. Yanından keçəndə hətta belə ürkdüm. İlker'le ikimizi tapdım. İlker baykuştu, ben Türk'ü. Uğur'un həyatına giriş etdik. Əziz izləyicilərimiz. Hal-hazırda Uğur muzeyinə doğru addımlayırıq, amma giriş edə bilməyəcəyik. Çünki çox təəssüflər olsun ki, ancaq 2 gün buradayıq. Öncədən rezervasiya etməliydik. Gördüyün. edebilirsen bu arada. Prosto Sən məndən məzələnirsən kanka 4 deyəsən. saate yakın sıra gözledik. Hmm. Yani biz burada gözlerinde 2 saat, 3 saat falan. So, guys, you know, mənim səbrim yoxdur. Yəni səbirsiz insanıyam. Buradan Notre-Dame'ın 3 katı oldu. Onda sağ olun. Dostlar, girdik ki, göstərim sizə. Necə gözəl. Nəyə gülürsən? 3 bucaqda peki yer var. Yazlık dökümünde Leyla şeydi. Fransa'ya gidipti. Oradan soruşturmak işte gittim Louvre gezdim ve ay ne gezeceğim bir sıra vardı. Gittim onun yerine alışveriş yaptım falan demişti. Fransızlar bilir daha bu işi. Avroş yapmış o yaralıqdır. Evet, çıktım. İndi gedirik yemək yeməyə, bagel yeməyə. Şəkil çəkdirdim muzeylə. Amma fərqli bir şəkildir. Başa unik bir şəkildir. İlker çəkdi, şəxsi fotodur. Burada bir dənə qavaşlar sağ olsun. Pulsuz konsert verirlər. Yatmak istedim ama ancak Kiev'den var. O da ona çok cana göre. Bütün yorğun olduğumuz üçün evə qayıdırıq. 25 min addım atmışıq. Hələ evə gedəcəyimiz yolu azı 3 mindir. Sıra qoyun. Gedirik evə. Ülkərlə daha 17'ye baxacağıq. Teomanla deniz dolaşacaq. Mən baxmamışam bu arada. Ülker prosto zorla. Neçənci bölmüşüm? Bu 5. bölümde. Ha, 5. bölümde baxacağıq. Neyse. Görüş görək. Başımıza neşə. Buradan da yağış yağır təpəmə. Sen damcılıysan yağış gelir. Pnevmoniyam ortaya çıxacaq. Yəni sən başa düşmürsən. Bu da bu Google Maps bizi başqa yolla gətirdi. Tanımıram buranı. Zaten pekten çıkmayacaksın. Ha, o da. Onunla baxan getdiyə bax. Sonuna baxdırırdı. Burada bu çox daha qəşəng bir ölkə. Ya, Parisdəki son günümüz. Gedirik artıq Belçikaya. Ülkənin ana vətəninə. Gedirik Bastı üçün.